Elçin'de gelecek. Tamam yoldaşlar. Hızlı göreceğiz. Könüllü batalyonunda yığışdıq, 20 yanvara Əhməd Davaq gəldi. Yəni heç kim məcbur deyildi. Yəni gəldi 92-ci il idi. Batalyon yığılmağında Arifin çox böyük rolu var. Hərə bir yerdən gəldi, hərə bir ildə. Amma hamının bir şey vardı ki, Xocalı qırğınında çox sərtləmişdi. Xocalı qırğını, yəni erməniləri biz tanıyırdıq, indi şəhərdə böyümüşük. Erməni kimi idi məsələsində, pismasın, həyətdə, bacada at neçə pirisi idi, çəkməçi idi, pinəçi idi. Belə də biz onlara qarşı pis olmamışıq da, amma birdən belə soyqırım eləmək çox nüfuz oyaq bədənin altı. Xocalı və Şuşa faciəsindən sonra cəmiyyətin rəhbərliyi tərəfindən, şəxsən mənim tərəfimdən təşəbbüs irəli sürüldü ki, biz 20 yanvar cəmiyyəti üzvləri, yaralılar, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda iştirak etmişlər, öz batalyonumuzu yarada bilərik və bu Azərbaycanın talih yüklü hadisələrindən kənarda qalmamalıyıq. Çünki əksəriyyətimiz 50 dərəcəsi almışlar idi, yaralılar idi. Buna baxmayaraq kifayət qədər siyahı tərtib olundu və könüllü olaraq 100-ə yaxın 20 yanvar yaralısı, 20 yanvar cəmiyyətinin üzvü bu batalyona yazıldı. Bax, onlardan elə biri də bizim bu qeydiyyata alınmayan, hərbi komissarlıq tərəfindən qeydiyyata alınmayan Əhməd bəyin. Nəysə, batalyon yarandan sonra biz döyüş yolu keçdik. O dövrün tələbi idi. Ona görə ki, yaranmış vəziyyət, ümumiyyətlə hadisələrə o dövrün prizmasından baxmaq lazımdır. Bəli, tamir doğrudur. Sovet imperiyanın dağılması. 70 il canla başla xidmət yox, yoldaşlıq etdiyimiz Rus imperiyasının bizə yad münasibəti. Bu tərəfdən ermənilərin bizə belə münasibəti. Söhbət qanlı qadadan gedir. Axırda da 20 yanvar faciəsi, xalqımızın üstünə tankların yeridilməsi, uşaqların güllələnməsi, Larisa Məmmədov məktəbli uşaq idi, onun nə günahı var idi, avtomatın altına vermişdir, səs verir. Fərmanın qızı, yeri gəlmişkən onun atası da Fərman Məmmədov bizim batalyonda verir. Anasını da güllələmişdilər, qızını da güllələmişdilər, gözünün qabağında Fərman yaradı. O yüzden də təbii ki, belə bir təşəbbüs əlbəttə göydə tutuldu. İstəyən adamlar çox idi ki, əksəriyyəti özləri qərar qəbul edib, demirəm, evdən qaçıb gələnlərdir. Hərçəndə mən onlardan biri olmuşam, mən evdən qaçıb gəlmişəm. İndi Əhməd Vafik gələndə yararsız vəziyyətdə gəlib, yararsız vəziyyətdə, icraat yararsız vəziyyətdə gedib. Yəni, hər kəsi ürəkdə olan vətənpərvərlik sevgisi, zəruriyyəti. Yani kim ne bacarıb eləyib, yəni çoxu deyil, daha ayıb belə vuruşmuşuq, amma bir şey var idi. Məsələn, bizim zvodda 10 nəfərə bir kaska idi, 3 nəfərə bir limonka. Yəni elə döyüşmüşük. Yəni o İki dənə təbii RPK. Hə. Məndə bir də Arif'deydi. Qümbətli Arif'də. Hə, yəni elə. Bu sıradan bir borç değildi ki, deyim, bizi hərbi komissar çağırdı, biz getdik vətən qarşısında borcunu. Yox. Bu bizim qeyrətimizin tərpənişidir. Bizim hər birimiz özümüzə verdiyimiz sualdan ən başlıcası buydu ki, biz niyə buradayıq, orada deyilik? Biz orada olmalıyıq mütləq. Və biz əlimizdə silah orada olmalıyıq. İnandırım ki, uşaqlar da təsdiq eləyər, ilk dəfə Qarabağa gedənlərimizin, belə deyək ki, əlində silah oldu. Bu, milli ləyaqət, mənəviyyət, mənlik, bu erməni dağaların etdikləri bu vəhşiliklər, o qansızlıqlar, təsəvvür edin ki, əynində şalı var, başında papaq olan gecə yatmağına imkan vermirdi. Mümkün deyildi ki, eşidəsən Xocalda olan hadisələri və gecə kişiyəm deyib rahat edəsən.
bizim silah sursatımız, ərzaqımız çatışmırdı. Hol direktlə danışırdıq. Biraz minnət, biraz hörmət, oradan buradan yemək tapıb alırdıq. Yəni bütün bu çətinliklərin içində biz döyüşürdük. Yəni indikilər deyir ki, mən orduduyam, bəli, ordu sən bütün A-dan Z-yə bütün təminatı təşkil edir. Silah hardan da bilmirsən, yemək hardan da bilmirsən, yəni geyimin, zalın, hər bir şey. Heç də indiki döyüşən bağışda, indiki döyüşən uşaqların qəhrəmanlığının, milli qeyrətinə xələl gətirməmək şərti ilə deyirik ya bu. Sonuçta öz vaxtımızın hadisələridir. İndikilər də qəhrəmandır, əlbəttə. Bəli, biz tamamilə bunları inkar eləmirik ki. Əlbəttə, deməli ki, yox, biz demək istəyirik ki, biz sıfırdan başlamışıq. Sağ olun, ne mənada. 92-də olan o uşaqların əziyyəti biraz kökədə qalmasın. Yəni biz o pis vəziyyətdə vuruşduq. Ruslarla vuruşduq. Bunu gizlətmək olmaz. Biz orada sağ olun, bir qrup seçən uşaqlar gəldi də kömək elədi, sağ olsunlar. Onların haqlarını danmaq olmaz. Qalan hamısı könüllər idi. Bilmədən qardaş dediyimiz, ağlımıza gəlməyən insanlarla getdi qabağa. O vaxtı bu uşaqların şüzayət olmasaydı, bu olmasaydı, inandırım sizə, erməni hara gəlmişdir Allah bilir. O mənada bir balaca, birinci Qarabağla ikinci Qarabağı belə qoyanda çətinliyimiz çox olur. Profesional, zabit komandir heyəti çatmırdı. Axı bu döyüşü təşkil etmək, idarə eləmək üçün cəmaət oturur, bir devlət, bir yaxşı komandiri yetişdirmək üçün devlət arası 10-15 il vaxt sərf edir. Qarabağda döyüşən batalonların içində ən belə deyək də beynəlmiləl bir batalon var idisə, o da bizim batalonumuz. Təsəvvür edin, bir batalonda 12 millətdən çox insan döyüşürdü. İnquş, Çeçen, Özbək, Rus, 5 dənə Rus, Ukrayna, Türkmən, Tatar. Hələ mən demirəm öz daxilimizdəki olan o ləzgi, talaşları mən demirəm. Danışaq ki, kinonlardakı kimi mən getdim, oradan duş elədim, bu da duş elədi, orada ermənin başım belə gəzdi. Nə bilim, vallahi, mən fikir vermişəm ki, ümumiyyətlə, bu başdan deyim. Bir var döyüş bölgəsində olanlar, bir var döyüşənlər, fərqli bir şey anlayışdır. Bax, o döyüşən uşaqlar, döyüş haqqında xoşlamırlar danışır. Biz nəyə görə? Hərənin öz səbəbi var. Mən təsdiq eləyərsə, hərənin öz səbəbi var. Çox güman ki, Tamamla doğru. Arada şəhidlər var. Onlar bizdən artıqdılar. Onlar bizdən qəhrəmandırlar. Onlar bizdən ucadadılar. Onların olduğu yerdə durub danışmaq ki, ay mən belə dedim, o elə burada elə ki, danışanda da gülməli şeylər danışırıq bəzi hallarda. İndi Sonra uşaqlar gəldilər ki, deyir, ala mən olmalım, bunu deyəcək deyim, buradan bir abırsızdır. Rafi bir yandan axsaya, kastinlə gedirdi. Bequn bir yandan, deyir, ermənilər BMP ilə gəldilər, deyir, vurmadılar bunu. Gördülər ki, bu kako da belə deyil, o ağıldan kəmdir. Mən bir ayağında kastıyır, əlində avtomat, Bequn belə axsayaqda gedir, iddialı ilə da Rafi gəlir, o da Rafi də kastıyır, axsayaq. Qocaman dinlər idi. Atası arası gəlirdilər, ağlayırdılar ki, qızı geri aparmağa, qız getirmirdi. Çünki çox güman ki, bilmirik sonra onun taleyi nə oldu. Yəqin uşaq nəvə sahibidir. Çox güman ki, kəndə getsən görəcəksən bir şallı mallar, qadın çıxır qabağa və çox güman ki, o inanmıram, danışa ki, mən döyüşmüşəm. Təsəvvürən yeganə oğlu xidmətdədir. Həmçinin bizim aramızda var, ağa adında döyüşçü qardaşımız var. Onun oğlu getdi 44 günlük müharibədə yaralandı, gəldi, qazidir. Daha sonra Rövşənin oğlu, Qənimətin oğlu getdi, gəldi. Yəni biz öz yolumuzu, öz çığırımızı övladlarımıza həmişə görk olaraq, nümunə olaraq göstərmişik.